Hər vaxtınız xeyir əziz Foodcast TV izləyiciləri. Azərbaycan Premyer Liqasının 6-cı turuna həsr olunmuş icmalla yenə qarşınızdayıq. Ötən dəfəki verilişimiz də böyük maraq doğurmuşdu. Ümid edirik ki, bu verilişimiz də böyük maraq doğuracaq. Artıq 6000 abunəyə çatmışıq demək olar. Çox az qalıb. Kanala abunə olun, videonu bəyənin və şərhlərinizi şərh bölməsində yazın. Bütün şərhlərinizi oxuyuram və cavab veririk. Və bu dəfə də ənənəvi olaraq Azərbaycan Premyer Liqasına həsr olunmuş verilişimizdə yenə ekspertimiz Sənam xanım, xoş gördük Sənam. Xoş gördük hər birinizi. Və Rafael. Xoş gördük hər birinizi. Azərbaycan çempionatının 6-cı turu geridə qaldı. Artıq şərikli lider var çempionatımızda. Mənə görə maraqlı tur oldu əslində. Bir-bir oyunlara toxunacağıq. Elə ən maraqlı oyunlar onu deyə bilərik ki, lider dəyişdi. Zirə artıq keçdi birinci yerə və ikinci pilləni də Turanla bölüşürlər. İlk oyun elə hansı oyunla başlayaq? İmişli Zirə oyunundan başlayaq. Turun açılış oyunu. Bəli, sənə başla elə. Ürəyin doldu hiss edirəm. Mən İmişlinin həqiqətən baş məşqçisini buradan təbrik etmək istəyirəm. Bütün yəni tənqidləri bir kənara qoyaraq, çünki bu şəxs Azərbaycana gəlməmişdən öncə haqqında yazılırdılar. Məsələn ki, İmişliyə Josh Kaskilyanın təyinatı baş tutacaq, amma bizim yerli media nümayəndələrimiz və bir çoxu bu şəxsi Premyer Liqada layiq biraz tənqid etmişdi, çox yox, biraz tənqid etmişdi. Layiq bilmirdilər. Yox, mən tənqid etməmişəm. Yəni haqqında heç bir məlumatım olmadı və heç bir iş ortaya qoymadan, yəni heç kimin haqqında yersiz tənqid irəli sürməyi düzgün qəbul etmirəm. Amma artıq bu mütəxəssisin ölkəmizə mən gördüyü şey göz qabağındadır deyə bilərəm. İmişlik kimi bir komandada, necə İmişlik kimi bir komanda burada nəyi nəzərdə tutur? Aşağı büdcəli, həm Premyer Liqa təcrübəsi olmayan bir komandada və yeni qurulmuş, yeni inkişaf etmiş, hansı ki mövsümə yeni başlayanda heç stadionları da yox idi, bir komandada artıq stabil heyət formalaşdırıb və stabil və çox bir komandanın hazırda stabil heyəti yoxdur Premyer Liqamızda. Bəziləri rotasiyalar eləyir, amma İmişlidə artıq bir stabil oturmuş heyət var və bir oyun sxemi var. Bunun əsasında oyunlara çıxırlar və istənilən rəqibə baş ağrısı ola bilərlər və bunu Zirə ilə oyunda da gördük. Mən ötən verilişimizdə Zirənin asanlıqla olmasa da qələbə qazanacağını düşünmüşdüm, amma İmişlin bunu, yəni bu dediyimi boşa çıxartdı və 1-1 hesablı oyunda bərabərə qaldı və bir xal qazandı və bu da qızla bərabər bir xaldı, hansı ki artıq İmişli turnir cədvəllərinin orta sıralarında qərarlaşıb və məncə mövsümün sonuna qədər də bu gedişat davam edəcək və daha çox xallar qazanacaq. Həmin oyun üçün elə hesab təxminlərim ötən verilişdə bildirmişdik və dəqiq hesab 1-1 hesabı ilə təxmin etmişdim. Öz təxminim doğruldu və özümü təbrik edirəm buradan. Mən də demişdim ki, İmişli məğlub olmayacaq. Başda Rafael İmişlidən də danışmaq istəyirəm. Oyun baxımından belə deyək, oyuna gəldikdə Zirə düzdür, oyunu tam nəzarətdə saxlaya bildi, şansları əlinə düşdü, lakin əlinə düşən şanslardan düzgün yararlana bilmədi. Bu belə İmişli səhv eləmirəmsə qapıya 2 zərbəsi olmuşdu. Onun da biri qolla nəticələnmişdi. Ümumi olaraq yəni oyunu əgər dominasiyasına getdikdə isə Zirə oyunu dominasiya ilə bitirdi, lakin nəticə əldə eləmədi və biz zaten bu oyundan öncə keçən videomuzda əgər sona qədər izləmisinizsə, orada bu həftə üçün biz təxminlərimizi bildirmişdik. Orada Ziya dəqiq hesabını demişdi. Düz gəlmişdi. Mən də demişdim ki, İmişli məğlub olmayacaq. Bu da belə. İmişliyi təbrik edirəm. Həqiqətən Sənam xanımın dediyi kimi İmişli çox sürprizlərə imza atdı. Sumqayıtla Sinenko da ilk topunu buraxdı bu da. Bəli, axırı ki qol buraxdı o qapıcı da. Sumqayıtla oyundakı o balaca qəza olmasaydı, hal-hazırda komandanın 11 xalı var idi. Liderdən bir xal geri bəli, liderdən bir xal geri qalacaqdı. Təəssüflər doğuran bir belə deyək qəzadır. Lakin İmişlini təbrik edirəm ilk öncə və heç bir şey danışmaq istəmirəm. Zirə haqqında mən keçən videoda çox danışdım. Zirənin tərifləyirdi bir nəfər. Tənqid edirdim. Mən də tənqid edirdim. Niyə görə? Qardaş, mövsümün sonunda heç nə deyə bilməyəcək. Avrokuboklara vəsilə qazanacaq. Heç nə deyə bilməyəcək. Zirənin problemi bilsin nədədir? Zirə güclü komandalarla oynayanda müdafiədən oyunu qurmağı yaxşı bacardığına görə müdafiədən oynayır və əks hücumlarda topu istədiyi yönləndirə bilir deyə və nəticə əldə eləyir. Zirənin ən böyük
problemi özündən zəif klublar, hansı ki klublar aşağı blokda oynayır, tam qapanırlar öz qapılarına doğru, o müdafiəni yara bilmirlər. Çünki komanda öyrəşib əks hücumlarda oynamağa və bağlanan komandalara qarşı, klublara qarşı heç cürə oyun aça bilmirlər və bu açıq-aydın da görsənir və məncə Zirədə artıq yaradıcılığa önəm vermək lazımdır. Klub hücum belə deyək, potensialını daha da artırmalıdır. Müdafiədən çıxmaq oyununun əvəzinə topu idarə etmək. Çünki Zirənin rəqibləri hamısı güclü deyil. Zirə müdafiədən kontra belə deyək də, kontratak taktikasından oynaya biləcəyi, əks hücum taktikasından oynaya biləcəyi neçə dənə rəqib saya bilərik? Qarabağ, Qarabağdan başqa, Neftçi, yəni Sabah, ki, bütün klublardan Rafael Zirənin gücü o qədər də zəif deyil. Yəni ki, razıyam, mən demirəm güclü gücü Qarabağla zəif da deyil. oyunda biz qol imkanları deyirsən yaratmağı. Qarabağla oyuna elə biz getmişdik stadionda baxırdıq da səninlə bir yerdə. Qarabağın meydanında Zirə Qarabağdan daha çox qol imkanı yaratdı. Əks hücumlarda yaradırdı da. Əks hücumlarla Qolda problemi yoxdur. Qolda var. Niyə yoxdur? Qardaş, keçən dəfə də deyirsiniz qolda problem. Necə yoxdur? 5 qolu çıx kəpəzlə. Təzə başlayıb da çempionat. Təzə başlasın. Hər oyunda qol vurur. Təzə başlamaqdan getmir söhbət. Siz nədədir? Azərbaycan liqasının o müəyyən klubları çıxmaq şərti ilə, yəni Qarabağa çıxırsan, Sabahı çıxırsan, Neftçini çıxırsan, heyət baxımından nəzərdə tuturam deyirəm. Onların sırasına Arazı da qata bilərik. Zirə bu 5 klubdan biridir. Yəni bir əlin barmağında olacaq yaxşı heyətə sahib 5 klubumuz var. Məsələn Şamaxı baş məşqçi klubudur, amma Zirədə baxırsan ki, heyət var, oyunçular var, lakin nə yoxdur klubda? Müdafiə olunmağı bacarır, hücum qura bilmir. Bağlanan klublara qarşı oyunu aça bilmir. Komandada yaradıcı oyunçu yoxdur. Yəni çatışmayan cəhət budur. Sumqayıtda kim var? Sən Rəşad Sadıqovla mübahisə edirsən stadionda. çünki- Rəşaddan nəsə axı Rəşad sənə bildirdi ki, gəl mənim yerimdə baş məşqçiliyi et. Olacaq. Yəni o dərəcədə konflikt yaşayırdın. Ancaq İmişlidən danışmaq istəyərdim. Qısaca sonra keçək digər bir oyuna. İmişlidə baş məşqçi işi doğrudan da əsl görünür. İlk oyunlarda bəlkə də bildirmək olardı ki, təsadüfən oldu. Təsadüfən artıq bu qədər oyun təsadüfi ola deyil. bilməz. Baş məşqçinin işi görünür. Baş məşqçi verdiyi tapşırıqları futbolçular əllərindən gələnin maksimal dərəcəsində yerinə yetirməyə çalışırlar. Hələ ki bu onlarda doğrudan da yaxşı alınır. Mən İmişli azarkeşlərini kluba dəstək olmağa çağırıram. Stadionu doldurun. Düzdür, stadion baxımından bir qədər problem yaşayırdı, ancaq onlar da hamısı həll olunur. Klubumuza dəstək verin. İmişli klubunun MKT Araz vaxtından, yəni böyük bir keçmişi var. Bu kluba indi hal-hazır İmişli adlandı. Gəlin klublarımıza dəstək olaq ki, daha da irəliləyən oyunlarda maraqlı biz oyunlar izləyə bilək. Keçək elə ikinci oyunumuza. İkinci oyunumuz Qarabağ-Qəbələ. Qarabağ-Qəbələ oyununda da biz proqnozumuz bol qollu bir oyun idi ki, qırmızı vərəqə olmağı bir qədər oyunun belə deyək ki, qolunu qırdı. Gedişatını tam dəyişdi. İlk növbədə onu toxunum ki, daha sonra sizə söz verəcəm. Qarabağ Kopenhagen qarşısına çıxacağı mənim fikrimcə əsas heyəti Qəbələ ilə oyuna çıxardı və Qarabağ üçün məşq xarakterli bir oyun keçdi ki, Ovusunun da kobud oyunu var idi ki, gənc bir oyunçunun qırmızı vərəqə ilə cəzalanması. Buyur sənə başlayaq elə səndən. Ötən həftə ilə bağlı analizlərimizdə mən yəni daha doğrusu Qəbələnin elə də asan təslim olmayacağını demişdim və gözlədiyim kimi də oldu. Məncə birinci dəqiqədə alınan qırmızı kart artıq planları dəyişdi və bəlkə də birinci dəqiqədə alınan kart olmasaydı biz daha fərqli, daha açıq oyun izləyə bilərdik Qəbələ tərəfindən və Qəbələ artıq qapanmış bir oyun sərgiləyirdi. Düzdür, Qarabağ idi rəqib və heyət baxımından Qəbələ ilə qarşılaşdırıla bilməz Qarabağın bu heyəti və mən də sənin fikrinə qatılıram ki, Qarabağ artıq Kopenhagen oyuna hazırlıq kimi bir çıxmışdı bu oyuna və bu heyətin gücünü görmək istirdi Qurbanov. Məncə heyətdə hər hansı bir problem yoxdur və yaxşı oyun sərgilədilər. Amma Qəbələ klubunda mən burada oyununu pis keçdiyini deyə bilmərəm. Həqiqətən də 10 nəfərlə mübarizə apardılar və qələbə qazanmadılar, xal qazanmadılar, amma ən azından oyun göstərə bilirlər və oyun sərgiləyə bilirlər və bu da növbəti turlarda onlara özünə inam yaradır. Hansı ki bizdə artıq çempionatda düzdür, Qəbələnin çox az xalı var, 4 xal
Bəli. 4 xala sahibdir, amma Kəpəz arasında 4 xal ola bilər, amma Kəpəz 6 turun 6-sında da məğlub olub və meydanda heç bir mübarizə, heç bir oyun sərgiləmir və olsun Karvan komandası, Karvan da bu tur düzü Neftçi ilə bərabərə qalıb bir xal qazandı, amma mən çempionatın gedişatında burada işlərin dəyişəcəyini düşünürəm və Qəbələnin onlardan bu heyətin oturuşması nəticəsində və məşqçi işi, hansı ki vurğuladığımız Xadət isə burada öz təcrübəsini göstərəcək və onlardan biraz daha uzaqlaşacağını düşünürəm, amma bu ildə Qəbələnin əsas məqsədi yəqin ki liqada qalmaq uğrunda mübarizə olacaq. Düzdür, həqiqətən də heyətlərində yəni əlavə bir güc yoxdur. Pis heyət formalaşdırmayıblar, amma əlavə güc yoxdur. Biz ehtiyat skamyasına baxdığımız zaman orada yəni Qarabağın burada alternativləri çoxdur, amma Qəbələ heç bir alternativ yoxdur. Adi bir Səlahiyyət Ağayev zədələnsə, onun yerinə oyuna çıxacaq qapıçı çox gəncdir və burada da Xəbər Skadasiya oyundan sonra mətbuat konfransında belə bir ifadə səslənib ki, bir qapıçı istədik, onu da tutub müharibəyə apardılar. Sanki komandada biraz da bəxtsizlik var və o bəxtsizliyi də bu oyunda yaşadı. Düzdür, Qəbələnin oyunu oyundan oyuna daha da çox artacaq. Mən elə Qarabağa toxunmuşkən istəyərdim Rafael. Qarabağın 2 gündən sonra Çempionlar Liqasında oyunu olacaq və bu çıxarılan heyətdən belə başa düşülür ki, böyük ehtimalla Elə bu heyətlə də çıxacaq Kopenhagenin qarşısına. Adai yenə əla bir qol imkanından yararlana bilmədi. Bu heyət düzdür, çox məşq xarakterli bir oyun idi. Nə gözləyirsən? Elə Kopenhagendən bir, çünki Çempionlar Liqası oynadı. Adai biz ləqəb taxmışıq, başsız atlı. Həqiqətən başsız atlıdır. Adam yəni nə bilim yəni. Amma nəsə eləmək istəyirdi. Yox, elə mən demirəm. Adam çox çalışır. Fiziki cəhətdən çox güclü oyunçudur. Yəni sürətlidir, dayanmadan vuruşur yəni meydançada. Lakin o son momentlərdə bitiricilik lazım olurdu. Adam elə bilir ki, yəni beyin yoxdur da adamda. Yəni və ya bilmirəm, bitiricilik üzərində ümumiyyətlə işləmir o. Məşqdən sonra qalıb topla necə qapıya zərbə vurmaq barəsində yəqin belə başa düşürəm ki, məşq bitdi, yığır sumkasını çimdi, çıxdı getdi. Yəni əlavə bir məşq keçmir. Yəni niyə də bunun üzərində bitiricilik barəsində işləməyəsən də? Bəlkə də işləyir Rafael, biz görmürük axı. Amma yaxşı işləsə belə nəticə vermir axı. Çox əla bir imkanı var idi. Oradan cinahdan topu bomboş qapıya içəri sala bilmədi. Amma yəni biz bir dənə şey nəzər yetirək də orada. Yankoviç yoxdur, bu aydındır. Yankoviçin əvəzinə yenə Kadinik çəkdi, Qurbanov. Yəni Addain elə Rafael o sual verəcəydim. 10 nömrə mövqeyində Addain. Yox, qəti yaradıcılığı yoxdur adamın. Bəs nə etmiyorlar? Məsələn, mən belə bir alternativ təklif edərdim. Mən belə bir şey təklif edərdim. Əslində mən olsaydım məsələn baş məşqçi, Kadini saxlayardım 10 nömrə yerində. Camilo Duran'ı çəkərdim hücumun cınağına, yəni Addain oynadığı yerdə. Zubiri yalançı 9 nömrə kimi istifadə edərdim. Çünki Zubir dar alanda top saxlayıb paslarda yaxşıdır. Bitiricilik zəif olsa da, amma top saxlamağı yaxşı bacarır. Və sağ cinahda yəni Leandro Andrade, qabaqdakı dörtlü belə olardı. Yəni solda Camilo Duran, sağda Andrade, mərkəzdə Kadi və Zubir. Kadi ilə Zubir yerlərini dəyişib yalançı 9 nömrə kimi oynaya bilərdilər. Və arxada isə Kouakoundan Pedro Bicalio'nu istifadə edərdim. Mən Kadidən Dayaq yəni müdafiəçisi deyil də, o adam xətlər arasını oynaya bilmir. Amma Rafael çox belə deyək qarışdırdın, qəlizləşdirdin məsələni. Qəlizləşdirmədim. Sadəcə Addaini Yankoviçin əvəzinə Kouako oynasın. Bəli, Kouako oynasın. Digərləri qaldığı kimi mövqedə qalsın. Qalmasın. Adday oynamasın. Adday oynamır axı. Yox, bu taktikdən çıxacaq. Kouakona. Düz. Sən 12 nəfərlə. Mən 12 nəfər qaçışdırdım. Düz. Mən Addayini çıxartdım, Kouakonu sallam, onda Camilo Duran keçir sola, Zubir öndə 9 nömrə kimi, arxasında Kadi, sağda Andrade, arxada Kouako, Pedro Bicalio müdafiədə olduğu kimi qalır. Düz dedin də mən heyətdə. Bildim. 10 nömrə yerində Kadi qalsa, cinahlarda kimlər qalır? Leandro Andrade, Camilo Zubir, Duran da qabaqda. Duran oynamasın da. Niyə oynamasın Zubir ki? oynasın. Yox. Məncə yox. Camilo Duran oynamalıdır. Zubirin mövqeyi var. Zaten Camilo Duran da sol cinah hücumçusudur da. Zubirin Qarabağda ən böyük üstünlüyü nədir? Cinahdan yaxşı reylər var. Əvvəlki qədər sürətli, cəlddir. Əvvəlki qədər qatqısı yoxdur Qarabağa. Amma topu götürür, qəbul eləyir. Qarabağa Ona görə elə zaten Duran alıb. Qarabağa 2-3 saniyə, 5 saniyə qazandıra bilir. Mən də onu deyirəm də, bax belə deyək, biz Kopenhagenin oyunlarına baxmışıq. Sən də Kopenhagen bağlanan komandadır.
Çox bağlanan Çox komanda. bağlanacaq. Məncə rahat Aşağıda olmayacaq, oynayacaq. yəni Əks Kopenhagen hücumlarına çox çətin çıxmağa olacaq. və Qarabağ çox çətinlik çəkəcək komanda. Oyunda sən nə etməsən, yaradıcı oyunçuları daha çox öndə tutmalısan ki, o bağlanan müdafiəni aça biləsən. Çox böyük itkimiz oldu. avtobus- Yankoviçin olmamağı çox böyük itkidir. Sırf məsələn deyirəm, Benfica ilə oyunda məsələn Yankoviçin olmamağı Problem olmaz hiss o qədər. olacaqdı, ancaq Kopenhagen kimi bərk komandadır, həddindən Kopenhagen artıq bərk çox komandadır. bağlanır. Yəni komanda demək olar ki, 10 nəfər oyunçu, bir dənə qapıçı, 11 nəfərdən müdafiə olunacaq. Bəli. Yəni necə müdafiə olunanda onlar gəlib öndə pressinq eləməyəcəklər, çəkiləcəklər aşağı build-up-a öz qapılarına tərəf, orada müdafiə olunacaqlar. Qarabağa deyəcəklər, gəl, biz səni əks hücumda tutacağıq, narahat olma. Çünki zaten sürətli oyunçuları var. Və belə deyək, belə klublara qarşı oynayanda ən böyük problem nə olur? Yaradıcı oyunçuların dar alanda topu düzgün yönləndirmələri. Yəni belə deyək, Qarabağla Zirənin oyununa baxdıqda, Zirə necədir? Aşağıda blokda oynayır. Əks hücumlara bel Bəli. bağlı. Eyni şəkildə də Kopenhagen oynayacaq. Kopenhagen zaten demək olar ki, biz oyunların çoxunu bilirik ki, aşağıda oynayır və əks hücumlara bel bağlı. Və Qarabağda burada avtomatik olaraq hücumçu yox, Cınaqlı Kamil Duranı istifadə etmək lazımdır. Zubiri isə yalançı 9 nömrə kimi istifadə məsələndə etmək üçün deyim ki, geriyə Rafael, gəlsin. Zaten müdafiəçilərin arasında Nəriman oynasa orada heç bir şey eləyə bilməyəcək. Müdafiəçilər yeyəcək onu. Əsəbləşmə Nəriman bir sözlə deyim ki, ötən il Qurban Qurbanovun Malmo ilə oyunda etdiyi səhvi Hə. məncə Kopenhagenlə oyunda etməyəcək. Etməməlidir. Niyə etməyəcək? Keçən il biz Tottenhamlə yaxşı oynayandan sonra Malmonu qarşı Bəli. qəbul etmişdik və birbaşa dayanmadan hücuma keçmək istəyirdi ki, biz qalib gələk, 3 xal bizim olsun. Azarkeş dəstəyi, yəni bütün biletlər çıxan kimi satılıb. Bəli. Möhtəşəm azarkeş dəstəyi olacaq. Qurbanov burada mənim fikrimcə artıq sırf xala görə oynayacaq. Xal və xallar. İlk növbədə Qurbanov əsas Ehtiyat. planı xaldır, daha sonra xallardır. Çünki biz dayanmadan hücuma 8 il öncəki Kopenhagen deyil, bəli. Məncə Deyil, çox əlbəttə güclüdür. deyil. Artıq o əvvəlki oyunlarda Manchester Unitedin, Qalatasarayın başına açdığı Bəli. oyunlar yəni Bəli, yadımızdan çıxmır. 4-3 hesabı ilə düzdür məğlub olmuşdu. Səhv etmirəmsə Manchester United-ə. Bəli, bəli. Kopenhagen qalib gəlmişdi. Yox, məğlub olmuşdu Manchesterə. Hə. Qalatasarayla oyunda Qalatasarayla bərabər bir oyun bitmişdi. bərabər, bir oyunda məğlub Bəli. olmuş, məğlub etmişdi. Bəli. Qurbanov artıq burada daha diqqətli, daha soyuqqanlı. Məsələn belə deyək, Qarabağ yaxşı oyun oynamayıb axırda bir qol vurub qalib gəlsə, bizim 6 xalımız olacaq. Bəli. Yaxşı oyundan savayı bizə xal lazımdır. Xal və xallar. Ona maksimal dərəcədə ehtiyatlı davranmaq Maksimal lazımdır. dərəcədə ehtiyatlı, ehtiyatı əldən verməyərək imkan düşdükcə qol vurub rəqibin oyun planını pozmaq lazımdır və Qarabağa Çempionlar Liqasında uğurlar arzu edək və keçək biz çempionatımızın 3-cü oyununa. Araz Naxçıvan qarşısında. Şamaxı Araz Naxçıvan elə ötən verilişimizdə də proqnozum 0-0 idi, ancaq 1-1 hesablı heç-heçə qeydə alındı. Ayxan Abbasovun işi açıq, aydın görünür, çox əla bir şəkildə görünür. Birinci qolları qeydə alınmadı. Daha sonra Rossi'nin bu arada Bəli, Rossi bir Rossi qol vurdu, vurmuşdu. qeydə alınmadı. Daha sonra 1-0 oldu və Zaten sonra, o qolda da Rossi'nin əməyi var. bəli, son 15 dəqiqə qalmış, artıq Araz hesabı bərabərləşdirdi. Buyur sənə. Şamaxı Araz Naxçıvan qarşılaşmasında mən Araz Naxçıvan artıq xal itirməyəcəyini düşünürdüm ki, tur üstə, amma mən baxıram ki, heyətlə bağlı sıxıntılar yaşayır hazırda Araz Naxçıvan və heyətə əlavə güc lazımdır, əlavə bir qatqı lazımdır. Məncə Elmar Baxışev bunun işin də üstəsindən gələcək, amma Şamaxı bildiyimiz kimi Ayxan Abbasovun rəhbərliyi altında həqiqətən də maksimumu, yəni minimumla maksimumu etməyə çalışır və əlindəki heyət də mən pis oyunçular olduğunu deməzdim. Seleksiyası çox güclüdür Ayxan müəllimin və bu oyunçularla da elə bir əlavə güc yoxdur. Məsələn, Araz Naxçıvanla Şamaxını qarşılaşdırdığımız zaman Araz Naxçıvan heyət baxımından da və büdcə baxımından da qat-qat üstündür Şamaxıdan, amma burada həm gənc oyunçularla işləmək bacarığı Ayxan müəllimi bir pillə qabağa aparır, bəli, irəli aparır və hansı ki biz onu millidə də görürük və ümid edirik ki, növbəti oyunlarda da Ayxan müəllim artıq millimizi Sənə meydana bir çıxaracaq. şey hiss eləyirəm Ayxan Abbasovda. Fikir verirsənsə, çox həyəcanlıdır və sevinclidir. Çox emosionaldır, bəli. Uşağın da Normalda məsələn orada bir görürük. epizod oldu. Uşağın başını qucaqladı, Bəli. top daşıyan bir uşaq. Ayxan Abbasov çox həyəcanlı və çox sevinclidir. Bu da oyununa təsir göstərdi Mən Ayxan oradan da. Abbasovun məsələn seleksiya bacarığından dedim. Hansı ki ötən mövsüm Oruç Məmmədov Səbaildə əvəzedicilərin heyətində çıxış edirdi və sonradan Cavid Hüseynovun gəlişi ilə az-az da olsa əsas komandanın oyunlarında şans qazandı. Amma Ayxan müəllim oyunları izləməyə gəlirdi və
digər U21 məşqçiləri də gəlirdi, amma biraz seleksiyalarda problem var idi. Ayxan müəllim Orucu kəşf elədi buradan və Yaxşı oynadı ya Oruc. Premyer Liqanı tərk etdikdən sonra Orucu Şamaxıya ilə müqavilə imzaladı Oruc Məmmədov və həqiqətən də çox perspektivli bir oyuncudur və Orucun mən yenidən futbola qayıtmağı, yəni bilirəm və hansı şəxs tərəfindən Səbailin əvəzedici komandasının məşqçisi Asif Milli orada, yəni Orucu kəşf etmişdi. Əvəzedicilərlə müqavilə bağlamış və çox az bir məbləğə gəlmişdi. Yəni aylıq və Potensialı çox böyük olan bir futbolçu. Hiss olunur ki, sırf bu insan futbolu həqiqətən sevir və meydanda vuruşan futbolçudur. Sonra mübarizə aparan futbolçudur və ilərlədikcə Ayxan Abbasovun da təcrübəsindən istifadə edib məncə potensialını daha da artıracaq və Milliyə də düşə bilər hətta. Bəli, çünki Ayxan Abbasov görür. İnanıram milliyə vəsiqə qazanacağına, çünki həqiqətən çox böyük potensiala Niyə də qazanmasın, bəli, yəni ki. Futbolçudur və limitin ləğvindən sonra belə bir problem çox yaşanır. Biz milliyə hazırda Qarabağda çıxış edən bir neçə futbolçunu bilirik ki, davamlı olaraq çıxış eləyir, çağırılacaq, amma digər komandalarımızda Qəbələ xaric yəni çox az komanda. Mən birinci verilişimizdə demişdim ki, Kamran İbrahimovu qapıçını, Karvan qapıçını milliyə dəvət etmək olar. Bəli, Şahruddin oynamırdı. Kamran nələr etdi Karvanda Neftçiyə qarşı. Orucun özü, yəni bu futbolçu göstərir ki, mən futbol oynayıram. Milli komanda zaten bunları Ayxan Abbasov görür. Bəli, Rafael Məhərləmlidir, Oruc Məmmədovdur, bu oyunda düz oynamadı, amma davamlı olaraq yəni Şamaxının kapitanıdır, meydana çıxır. Bəli. Yəni bu kimi komandalar Faiq Hacıyevdir. Və Faiq Hacıyev olsun, bu kimi komandalardan olan oyunçularla məncə onlar meydanda can qoyub vuruşacaqlar. Çünki artıq dəyişmək lazımdır. Ayxan müəllim də bunun fərqindədir. Yəni türklərdə bir şey var, denənmişi denəməyək. Bəli. Məncə Şahruddin hazırda Premyer Liqada qapıda dayanmır. Onun yerinə mütləq oynayan qapıçı. Oyunu mən necə deyim, meydanda dəqiqə hesabı ilə qapıda olan biri lazımdır. Biz tamam Şahruddinin əvvəl yaxşı təcrübəsi olub, Qarabağda əsas qapıçı olub. Yəni bunları artıq keçməliyik. Və digər qapıçı seçimləri də dediyimiz kimi çox azdır. Biz əvvəl Mehdi Cənnətovu misal götürürdük, amma son oyunlarda etdiyi səhvlər də artıq göz qabağındadır. Çox ciddi səhvlər olur. Araz Naxçıvana gəldiksə Mehdi də yaxşı oynadı. Sumqayıtla Sabahın oyunda bəli, Mehdi də yaxşı İmişliklə oyunda yaxşı oynamışdı. Səhv idi. Araz Naxçıvana keçdikdə isə dediyim kimi heyətlə bağlı mən sıxıntılar olduğunu düşünürəm və transferlərdən yalnız Şarl Boli özündə çalışır, yaxşı çalışır. Şarl Boli yaxşıdır. Barkoven də yaxşı oynayır. Patrik Andrade də pis deyil. Andrade'nin yəni səviyyəsi ortada. Amma Keita artıq Qarabağda, yəni məncə onun artıq futbolu zirədə başladı, zirədə də bitdi və Hamidou Keita'nın da bura gəlməsi, yəni komandaya xüsusi bir qatqısı olduğunu düşünmürəm. Və komandanın yenə də ötən mövsümdən qalan oyunçularıdır. Bəxtiyar Həsənzadədir, Felipe Santosdur, Urfandır. Bu kimi oyunçuların hesabına məncə bunların təcrübəsi və Slavik Alxasov hesabına xallar qazanmağa və davam edir və burada legionerlərdən, yəni dediyim kimi Şarl Boyni mən xüsusən fərqləndirərəm. Yəni digər legionerlərin hansı ki xüsusi bir fərqləndirici cəhəti yoxdur. Rafael, buyur, səndən dinləyək. Maraqlıdır ki, hal-hazırda çempionatımızda Şamaxının 6 xalı var, Araz Naxçıvanın isə 11 xalı var. Yəni nə demək istəyir, nə gözləyirdin bu oyundan? Düzünə qalsa, keçən həftə deyəndə mən Arazdan qələbə gözləyirdim, sənəm kimi. Lakin Şamaxı göstərdi ki, Ayxan Abbasov çox klubun başını ağrıdacaq və Rossi həqiqətən məni çox təəccübləndirir hər həftə. Düzdür, Ziya yaydan bəri deyir ki, Şamaxın bir hücumçu transferi var ki, Rafael çox gözəl bir oyunçudur və həqiqətən də Ziyan dediyi o sözlər düz çıxmağı da məni bir tərəfdən sevindirir, bir tərəfdən də digər klubların ürəyinə qorxu düşdü. Bir futbolçu almışam. 50 milyona satacaq. Rossi həqiqətən fiziki cəhətdən, oyun başa düşməkdə, yəni bitiriciliyi, hər şey yerindədir də. Yəni Rossiya rəqib hücumçu var hal-hazırda bizim liqada. Müəyyən qədər. Yox, yəni o səviyyədə deyirsən. Yox, yaxşı, yəni cərimə zərbəsindən Neftçiyə qol vuran bir futbolçudur. Hər oyun demək olar qol vurur.
Yəni Bu oyunda- sayılmasa belə, bu oyunda sayılmasa da belə vurdu. Bu oyunda zaten Şamaxının vurduğu gol Rossi orada belə deyək qapıçını çaşdırmasaydı, Bəli, yəni gol o cərimə olmayacaq. zərbəsində Rossi topa Ronaldo'nun gol olmuşdu dünya çempionatında. Eyni Amma bir dənə tipologiya məqam oldu. var ki, biz Araz Naxçıvan bizim yaddaşımızda Arislə oyunlardakı Araz kimi Bəli. qaldı. Ona görə biz Arazın hələ Arislə oyunlardakı performansından çıxa çıxa bilmirik. bilmir yəni. Sonradan yəni komanda elə bir ki bütün gücünü qoydu orada. Sonradan yəni buraxılan Ammonia ilə oyunlardakı hesablar göz önündə idi və çempionatımızda da sanki futbolçular onun abu-havasından çıxa bilməyib elə. Hələ də məncə toparlana bilmirlər elə bir. Heç cürə toparlana bilmirlər. Lakin amma toparlana bilməsələr də, yəni liqada üst pillələrdədir, Avropa üçün. Hələ çempionat bəli təzə başlayıb. Amma Şamaxı yəni məncə layiq olmadığı yerdədir liqamızda. Alt xal biraz Yəni irəliləyən Şamaxı bizi çox vaxtlarda təcrübələndirəcək. daha çox hallar yığa bilərlər və Keçək əsas oyunlardan birinə. Neftçi, Karvan oyununa şəxsən Neftçi Karvan yox, Neftçi Kamran oyunu. Neftçi Kamran oyunu o da yaxşı səslənərdi. Neftçi Karvan oyununda Karvan futbolçularının oyundan öncə maaşlarının ödənməməsinə görə şayələr yayılmışdı, söz-söhbətlər var idi. Bəlkə də bunlar doğru idi futbolçular. Karvan məhkəməyə verəcəyini bu arada qeyd edib, bəyanat verib. Həmin Bəli, öz xəbər rəsmi yayı. sosial şəbəkə hesablarında Sportinfo saytının bu xəbəri yayması ilə bağlı artıq onlardan üzr tələb edib. Karvan Maraqlıdır, bu xəbəri bilmirdim. üzr olmayacaq təqdirdə bununla bağlı məhkəməyə müraciət edəcəklərdir. Təzminat. Bəli, komanda da PR-ını Bəli, komandada bir qədər ab-havanı korlamışdılar. Oyundan öncə də artıq hamı fikirləşirdi ki, Neftçi öz meydanı və maaş baxımından problem yaşayan Karvan. Neftçinin bu oyunda 3, 4, 5 gol vuracağını bəlkə də düşünürdülər, ancaq düşüncələrinin əksinə Neftçinin öz yetirməsi dedi ki, Bəli. gəl sava gələrsən. maraqlı bir məqam oldu ki, yəni Neftçi öz meydanında Karvana zərbələr endirdi qapıya. Karvanın da oyunu, Karvanın əksində bir neçə imkanı oldu ki, hətta hesabı da açsın, öz xeyrinə dəyişsin. Neftçidə yenə də qalxmır, nəsə üzü yuxarı qalxmır Sam sənin. oyundan qalxmayacaq. Tək Sambulov olduğu şeydir ki, təqdirdə- heç kim gol vuranmadı orada. Kimdən qalxsın? Şeydayevlə küsdülər. Gəldi Qarabağa Şeydayev. Şeydayevlə küsməkdə məncə haqlılar. Yəni Şeydayev də orada bir xüsusi fərqləndirici oyunu sərgiləmirdi. Yəni Qarabağdakı Şeydayev deyildi. Artıq Vyetnam çempionatına getmişdi, səhv etmirəmsə. Orada da mən yəni Şeydayev ad futbola qazandığını yəni düşünmürəm. Artıq Qarabağda onun da futbolu bitmişdi. futbolu bitib onun. Və yenidən Qarabağa qayıtdı. Nə dərəcə uğurlu olacaq indi onu zaman göstərəcək. Bəlkə Qurban Qurbanov onu yenidən oyunu qazandırar. Çempionat futbolunu üçün da yəni qazandırar. alıblar böyük Amma ehtimal. bəli, çempionat üçün məncə oynadı. Birdən Amma zədələ beləndə. Neftçidə hücumçu çatmır. Neftçinin qapıçısını mən bəyənmirəm. Yəni yanlış bir transfer olduğunu düşünürəm. Adamın karyerasına baxıblar. Hə, Antalyasporda çıxış edib. Son 2 mövsümdə 30-dan yuxarı oyuna çıxmışdı Kenan Piriç. Bəli. Amma Hazırda mən Emil Balayevlə yəni heç bir fərq görmürəm. Emil Balayev oynasın. Yəni əgər təcrübə istəyirsə, Rıza Cəfərov oynatsın. Rıza Cəfərovun da ötən mövsüm yəni yaxşı oyunlar sərgilədi. Rızanın Dinamo Buxarestə icazə vermədilər getməyə. Bəli, yəni niyə oynatmırlar. əngəl olurlar? Yəni oyunda oyun şansı verməyəcəklərsə niyə əngəl olurlar? Niyə Rıza burada məcburi sürətdə qalmaq? Orada transfer məsələsi var idi. Neftçi Məsələn, yeni Dinamo transferlər Buxarestdən, olsun. yox, Dinamo Buxarestdən futbol Müdafiəçisi. müdafiəçi götürürdü və belə deyək çox cüzi bir məbləğ üzərində Rızanı Razılaşma. vermək istəyirdilər. O razılaşma baş tutmadı. Neftçi də bildirdi ki, mən Rızanı sağ- vermirəm. Ancaq mənim fikrimcə futbolçumuzun Rumıniya çempionatına getməyi millimiz və futbolumuz Rüfət adına Abdullahzadə məsələn hazırda Varazində çıxacaq Xorvatiya çempionatında. Yəni oynayır, qol da vurub. Mən Rıza Cəfərov üçün də məncə də Rumıniya çempionatı çox yaxşı olacaqlar. Həqiqətən də potensiala sahib bir gənc qapıçıdır və bu yaşda millinin da qapısını qoruyub. bəli. Və milli təcrübəsi də var. Amma niyəsə Neftçi onu karyerasında yəni geri plana salmağa elə bir qərarlıdır. Yeni Bu da transferlərdə düzgün deyil məncə, alınmır. inan. İmad Alınmır. Fərrac da yaxşı oynayırdı, bir qədər artırıb Reza Balanın da oyuna girdikdən sonra yəni qatqısı oldu. Nəsə çalışırdılar, nəsə Məsələn, etsin. mən Sesi Dalmeida da Bəli, Sesi de Almeida. Bəli. Ondan sonra yəni həqiqət oyuna Edwin Kuçla başlamağı daha məqsədli uyğun hesab edirəm. Ötən mövsüm, yəni bu da Samir Abbasovun özünü heyətə cəlb etdiyi futbolçu Edwin Kuç. Yəni niyə Edwin Kuçu oynatmır? Baxırıq ümumiyyətlə bütün heyətin Komandada çıxış edən futbolçu. bütün heyətin Rafael elə keçək istəyirsən görüm ah çəkirsən də əlinə danışmaq istəyirsən Neftçi haqqında.
Heyətin demək olar ki, hər bir mövqeyində yaxşı, keyfiyyətli və səviyyəli futbolçular var. Ancaq onları bir yerə yığıb düzgün oyunu bir sənə maraqlı olardı mənə. Kastilyanın mən görmək istəyərdim. Neftçiyə gəlsəydi nə olardı? Mən sən demişim bəyən Samir Abbasovdan daha yaxşı olardı və Neftçi daha çox gol vurardı. Bu dəqiqdir məncə. Neftçinin problemi, yəni mən neçə videoda da biz 5-ci videomuzda bu barədə danışırıq. Ya 6-cıdır. Hər videoda mən deyirəm ki, yəni Neftçi mütləq şəkildə Samir Abbasovu göndərməlidir. Alınmır da, yəni alınmır, məcbur deyil. 2 oyun, 3 oyun gördün alınmır, göndərmək lazımdır. Komandada heç bir şey yoxdur. Kim gəlsin yerinə? Bax getdi. Bu gün Samiri göndərdi. Ay getsinlər Almaniya 2-ci liqasından bir gətirdilər də. İstəyirsən Neftçi 2008-də yaşadığı. Yox, 2008-ci ildə GD Neftçini yadında nə günə qoymuşdu. 2008-ci ildə Neftçi 3 il toparlanma müddəti keçdi. Mən Amarege Kampın pis oyun sərgilətdiyini düşünmürəm. O komanda çox yaxşı komandaydı. Sadəcə adama şans vermədilər. 1 il gətirdilər. 3-cü oldu səhv etmirəmsə, 2-ci. Oldu, hə, göndərdilər, amma Kubokun da finalına çıxartmışdı, amma Qəbələ həmin mövsüm həqiqətən çox möhtəşəm oyun sərgiləyirdi və Kubok Qəbələ qazanmışdı. Düzdür, amma Rege Kampın həm Samir Abbasovdan, həm də ondan sonra gələn Mutudan, sonra Adrian Mutu futbolçu olaraq Qriqorçuk gəldi, daha uğurlu seçim. Mən Qriqorçuku çox böyük gözləyirdim ki, Qriqorçuk Qəbələ ilə etdiyi həmlələri burada da Neftçidə bilmirəm nə çatmır. Elə bir bu kluba qarğış eləyib də. Kimisə ahı tutub Neftçi. Doğrudan heç nə alındıra bilmir. Qriqorçukun Qəbələ ilə elədikləri göz önündə idi. Gəldi heç nə. Maliyyə var Neftçidə var. Futbolçular nə bilim Saxonu gətirirsən. Yəni futbolçular əla futbolçulardır. Düzdür, hücumçunu da yəni ki İngiltərə aşağı liqalarında oynayan bir hücumçudur. Ancaq alınmır da. Amma bir dənə şey deyək ki, Karvanın qapısı Kamran İbrahimovdur. Bəli. Əla bir dənə sevir. Neftçinin yetirməsi də uşaqlar. Neftçinin yetirməsidir. Və maraqlıdır ki, yəni Neftçinin yetirməsi gəlir Neftçiyə qarşı karyerasının oyununu oynayır. Neftçinin isə qapısında çox böyük problem var. Həyatın ironiyalarından biridir. Maraqlıdır ki, Rafael bir məqamda oldu. Kamran o seyvi edəndən sonra müdafiəçilər gəldi, ona qucaqladılar. Kamran ki, oyun gedir, oyun gedir. Amma həqiqətən nələr çıxartdı. Yəni Neftçi düzü biz burada gömürük, amma həqiqətən Neftçi yəni şans olmadı. Neftçinin şansı gətirmədi heç cürə. Yəni bu da var. Yəni belə də igidi öldür haqqını yemə. Neftçinin həqiqi bəxti gətirmədi. Lakin bu o demək deyil ki, yəni Samir Abbasov getməlidir. Mütləq şəkildə artıq 2-ci aydır, qardaş. Oyun yoxdur da. Sən vurmalısan, qolu vurmalısan. Oyundan sonra Emin Mahmudov gedir, onunla dava edir, bununla dava edir. Qardaş, oyunu uda bilmirsinizsə Karvana qarşı, yəni nəyin davasını aparırsınız? Problem sizdədir də. Məğlub eləyin də rəqibi. Sumqayıtla oyunda sıxdınız, qolunuzu vurdunuz. Eyni şəkildə vurun da Karvanla oynayırsınız da. Yəni Karvan balaca görmək istəmirəm. Sadəcə yəni Neftçinin illik büdcəsi 20 milyon dollardır. Karvanı yığsan bir 3 milyon dollar büdcəsi yoxdur. Yəni oyunçuların keyfiyyətinə bax. Yəni Falaya Sako var, İmad Fərəc var. Yəni Sek, sonra Mustafa Sekdir, Dessesi de Almeydadır. Ses 10 nömrənin adı yadımdan çıxdı. Vargasdır. Yəni oyuna baxırsan, deyə hücumçu yoxdur. Qarabağda da hücumçu yoxdur da, amma kənardakı bütün oyunçular qol vura bilər də. Yəni demək burada nədirsə oyun sistemində problem var. Azərbaycandan kimi gətirərdin Neftçinin baş məşqçisi postuna bu dəqiqə Samiri çıxarsaydı. Yox, nə Rəşad Sadıqov. Ondan da bədbəxtçilə var. Nə Rəşad? Yox, qurban olum. Yox, nə Rəşad Sadıqov. Yox, bir şey. Şahin Diniyev gətirək ora. Onlar o da o pis olmaz. Azərbaycandan kimi Ayxan Abbasovu görmək istəyirəm burada. Məncə Ayxan Abbasov, Şamaxı, Neftçi, Azərbaycan. Azərbaycanın bütün problemli klublarını verir Ayxan Abbasova düzəltin hamısı. Biz keçək növbəti oyunumuza. Qərb derbisi baş tutdu, ancaq Azərsun Arenada bir qədər qərbdən uzaq oldu, şərqdə başladı. Bəli, ümid edək ki, yaxın vaxtlarda Turan da öz stadionuna qovuşacaq. Təmir işləri başa çatdıqdan sonra mən Ehtiram bəyin doğrudan da futbolçulara verdiyi dəyər və infrastruktura inanıram ki, gələcək üçün yaxşı bir infrastruktur əmələ gələcək. Həqiqətən də kaş digər klublarımızda, Kəpəzin özündə də Ehtiram müəllim kimi bir himayədar olardı və kluba həqiqətən can yandırardı. Futbolu sevir, klubu sevir, futbolu sevir, futbolu bilir.
və gördüyü şeydə çox böyük dəyər verir. Hər oyunda qələbədən sonra da girir, alqışlayır oyunçularına, motivasiya Bir dənə verir. prezidenti var idi. Sadıq Sadıqov. Hə, Sadıq Sadıqov. O həmişə yadıma düşür. Mənəvi dəstək də var burada. Mənəvi dəstəyi də verir. Əsas da mənəvi Və dəstəkdir bu. Azərbaycan ayına da baş tutmasına baxmayaraq Turan Tovuzun stadionunda işlər davam edir. Yaxın vaxt ərzində böyük ehtimalla Turan öz meydanında keçirəcək oyunu və gözlənilən kimi böyük ehtimal elə qış olacaq. Gözlənilən kimi Turan Kəpəz oyununda Turan açıq, aşkar favorit idi və elə 3-0 hesabı ilə də qalib gəldi. Yaxşı oynayırlar. Düzdür, yaxşı başlamamışdılar, ancaq belə deyək. Amma liderlərdən biri 0-0'lı qələbələrlə, xallarla irəli gedirlər. Kəpəzlə oyunları biz ciddi almayaq Heç bir hal-hazırda. komandanın Kəpəzə normal baş məşqçi gəlib bu heyəti tamamilə dəyişməyincə, yəni hansısa bir komandanın Kəpəz üzərindəki qələbəsini ciddi almaq lazımdır. Ciddi almayacağam. İmişlinin istər İmişli, istər Araz Naxçıvan, istər İstər Qarabağ Zirənin. 10-0, 15-0 qalib gəldi. Zirənin, bəli. Zirənin. İstərsə də Sabahın. Çünki komanda yəni sanki Turan Tovuz özü də bir məşq üçün meydana. Proxadnoydu orada da Ruslar Yəni demiş. nə bilim. Gələn gedən Və Kəpəzin də stadionunun açılışı oldu. MDB oyunları üçün prezident İlham Əliyev süni olacaq. Daha sonra da növbəti ildən keçəcək təbii ot örtüyünə möhtəşəm stadiondur sözü məncə elə tam bu stadiona yaraşır. Doğrudan da əla stadiondur. Hər bir infrastruktur var orada. Hətta Kəpəz Avrokubok oyunlarına belə çıxsa, o stadionda qəbul ediləcək gücdə bir stadiondur. Bəli. Sən nə demək istəyirsən Rafael, qısa da olsa Kəpəzə toxun. Kəpəzin haqqında hələ ki heç bir şey deyə bilmərəm. Kəpəz başsız bir klubda hal-hazırda, yəni komandanın baş məşqçisi yoxdur. Hələ bilinmir komanda hansı yolla irəliləyəcək, hansı özlərinə xətt çizacaqlar, talih yazacaqlar. Hələ ki Kəpəz haqqında heç bir şey demək olmaz. Turanı da təbrik edirəm. Əziyyətlərini yerə vurmayaq. Qələbə qazandılar. Fərqi yoxdur. Rəqib hal-hazırda Azərbaycan liqasının açıq-aşkar outsideridir. Lakin qələbə qələbədir. 3 xalın qazandı. 3 qolla hal-hazırda liderlərdən biridir. Düzdür, Qarabağın ehtiyatda bir oyunu var. Qarabağ oyunu udsa Sabaha qarşı. Qarabağ belə deyək tək lider olacaq 13 xalla. Amma hələ ki Arazla Zirə, Araz deyirəm, Turanla Zirə liqamızın liderləridir. Keçək biz. Mən burada bir də toxunmaq istədiyim məqam Filip Ozoviç amilidir ki, adam qollarını vurmağa davam edir və Neftçidə, yəni Filip Ozoviçi yüksək əmək haqqı məsələsinə görə göndərmişdilər və əmək haqqının artırılmasını tələb edir. Yəqin ki, peşmanlığını Patrik Andraden də əmək haqqıya görə götürmədilər kluba. Məncə Sesiyə Almeida'dan da heç də pis olmayacaq Neftçi üçün. Yəni keçək biz ondan da azalır. Ən maraqlı oyunlardan birinə mənə görə son oyun ən maraqlı oyunu. Sabah Sumqayıt oyunu oldu. Çox maraqlı oyun keçdi. Sabah 3 top vurdu. Biri qeydə alındı. Stadionda işıqlar söndü, sonra yenidən yandı. Çox maraqlı bir oyun oldu və böyük ajotaj nələr yazmadılar. Böyük ajotaj yaratdı bu bizim mediada, ümumi futbol aləmində. Şəxsən siz fikirlərinizi deyin. Toxunun, mən də öz fikrimi sonda bildirəcəm. Buyur Rafael. Sabahın Mikesin ləğv olunmuş qolları belə deyək, Azərbaycan Hakimlər Komitəsinin sədri tərəfindən də təsdiq olunub ki, Əli Ağayev düzgün qərar qəbul eləyib. Lakin ilk qolda mən o verilən cərimə zərbəsi var qoldan öncə. Nə bilim, yəni çox az gördüyüm bir haldır. Düzdür, Əli Ağayev veribsə, mən o adamla mübahisə edə bilmərəm. Yəni qərarı veribsə, deməli düzgündür. Biz Frank de Bleker'in açıqlamasını oxuya bilərsən, yəni. Frank de Bleker açıqlama verib ki, 78-ci dəqiqədə hücum zamanı Sabahın hücumçusu Joylens Mikels gol vurur, var epizodu yoxlayır və hücumun başlanğıcında Rəhman Daşdəmirov topu oynadıqdan sonra ehtiyatsız şəkildə Sumqayıtın oyunçusu Nihal Əhmədzadənin ayağına zərbə endirdiyini görür. VAR baş hakimi epizoda baxmağa dəvət edir. Video görüntülərə baxdıqdan sonra hakim hər iki kapitana vəziyyəti izah edir və qolu ləğv edir. Bu qərar sizin fikriniz sənəm hə yoxsa yox? Doğru idi yoxsa? Doğru idi. Rafael, sənin fikrin? 51-in 49-u da Əli Ağayevə görə 51-in 9-da doğru olduğu. Mən onu tam doğru idi. Oyunçu ötürməni verir. Bir qısa haşiyə çıxır. Bir dənə şey deyim, bu epizodu fikrin unutma.
Qarabağın oyununda qırmızı kart aldı oyun başlayan kimi. Orada da sarı kart verib oyunu öldürməmək olardı. Yox, oyunu öldürməmək bu futbolun qanunu var. Oyun başlayan kimi də olmaz. İstəyir oyun başlayır, istəyir oyun. Çıxırlar 11 nəfərlə. Futbolçu bir nəfərə şillə vursa belə, artıq oyunun start fiti çalınmamışdan o oyunçunu göndərə bilərsən. Bəli, burada da bəli. 1-ci dəqiqə, 90-cı dəqiqə heç bir fərq etmir. Oyunçu burada bir məqama toxunurlar ki, ötürməni etmişdi, daha sonra qayıdıb. Daha sonra toxundu. Futbolda elə bir şey yoxdur. Yəni ki, sən rəqibin ayağın, hətta qırmızı vərəqə verilsəydi belə, Əliyar Ağayev heç kim üçün deməyəcək. Əliyar Ağayev çox ədalətli davrandı. Sarı vərəqə ilə də həmin epizodu keçirdi və ikinci epizodla bağlı. Sənin fikrincə Mikkelsin əlinə dəymişdi yoxsa? Bəli. Sənin fikrin? Məncə də dəymiş. Mikkelsin əlinə top dəymişdi. Əliyar Ağayev birbaşa bu qərarları vermədi. Keçdi VAR qarşısına, yoxladı, baxdı. Biz Əliyar Ağayevin təxminən 10 gün öncə Çempionlar Liqasında Bayerndan Kopenhagen hansı ki elə Bakıya gəlir. Kopenhagen Bayer Leverkusen oyununu orada da biraz qərarları müzakirə olunmuşdu, ancaq Əliyar Ağayev mənim fikrimcə çox düz qərarlar qəbul etdi. Doğrudan da səhv, heç bir səhv yoxdur, amma sənəm ötən oyunda sən göstərmişdin ki, məsələn, qırmızı vərəqə bir epizodu göstərmişdin. Orada verilməli. Orada biz nə dedik? Dedik ki, qırmızı vərəqə var idi, verilə bilər. Açıq aydın qırmızı vərəqə. Burada Əliyarın etdiyi, saymadığı epizodlar, yəni ki, doğrudan da məncə mübahisəyə açıq bir epizodlar deyil. Buyur, Rafael, nəsə deyirdin? Dambraskasında açıqlamasını gördündə Əliyar Ağayev yerdən yerə vurur. Baş məşqçi kimi aydın məsələdir, amma ki, yəni durub klubun sahibləri kluba çox böyük yatırım eləyir, amma hakim yəni o ötən turlarda da hədə sizə yaşamışdı. Hədə yəni keçən turda sizə qarşı, yəni belə deyək də, sizin xeyrinizə qərar qəbul elədi əslində. Yəni açıq qırmızı kartı vermədi. Mənim fikrimcə xeyir məsələsindən əlavə hakimdən hakimə. Yox, biz sən oturub hakimi Əliyar Ağayev yerdən yerə vura futbolunda VAR çıxandan sonra da belə mübahisələr kəsilmir. Adi bir epizod deyim. Newcastle Arsenal oyunu vaxtında penalti epizoddaysan. Əlinə dəydi də yerdə. Əlinə də yerdə yox, yəni əlin açdı, hakim gözünün qabağında var orada. Vermədi. Və Aston Villa Fulham oyununda 2 epizod var idi ki, açıq-aşkar penalti idi. Yəni bunu zaten İngiltərənin hakimləri dünyada çox da qəbul olunan hakimlər deyillər. Özün yəni, bilirsən. Bunu demək istəyirəm ki, VAR olsa da belə hər hakimin öz bir həmin epizoda öz beynində yaxınlaşma tərzi olur ki, bu hakimə görə bu epizodu məsələn qırmızı vərəqə vermirəm. Deyir, sənin nə dediyin vacib deyil, qarşındakı nə anladığı vacibdir. Hakimlər də orada necə anlayırlar. Azərbaycan çempionatımızın da belə deyək ki, ümumiyyətlə Azərbaycanın hal-hazırda ən güclü hakimlərindən biri Əliyar Ağayevdir. Mən qərarların doğrudan da hörmətlə qarşılayıram və mənə görə sırf bu oyundakı qərarlar doğru idi. Obyektiv fikirlərimə görə düzgündür. Subyektiv fikirlər. Məncə subyektiv. Amma keçən turdakı səhv idi qərar. Əliyar vermişdi onda. Yox, vermişdi. Hakimin adı yadımdan çıxıb. Səhv etmirəmsə, hakimin adı yadımdan çıxdı. Rəvan Həmzəzadə idi. Səhvimsə Rəvan idi. Həmzəzadə, ondan öncəki turda da Yox, Əliyar Ağayev dünya səviyyəli hakimdir və o adam həqiqətən çox az hallarda səhvə yol verir və Sabahın bu baş məşqçisinin durub bu cür açıqlama heç doğru deyil. Sən birinci oyunu ud, qələbə qazan. Ondan sonra səhvlərini oyunu da bilmirsən, hakim üstən yıxmada söhbətlər. Keçək 7-ci turun oyunlarına elə keçən verilişimizdə olduğu kimi xırda təxminlərimizi bildirək. İlk oyun açılış oyunu turun Araz İmişli olacaq ki, Araz İmişlini qəbul edəcək. Buyur sənə. İmişlidən qorxuram artıq. İmişlidən mən də qorxuram. Yəqin ki, Araz da artıq önləmin alır bundan bağlı. Yəni İmişlinin oyuna qarşı nə edəcəyini fikirləşilir, amma mən burada Araz qələbəsi görürəm. Oyunu dəqiq hesab yenə də bildirəcəm. 2-1 hesabı ilə Arazın qalib gələcəyini düşünürəm. Sən buyur. Mən də bu oyunda həqiqi Arazdan qələbə gözləyirəm. İmişli məncə bu oyunda məğlub olacaq Arazdan. Sonrakı oyun isə Zirə Neftçi. Neftçi Zirəni udacaq. Buyur sənə. Zirə qalib gələcək. Zirə qalib gələcək. Neftçi, Forza Neftçi. Yəni Neftçiyə də layiq məncə artıq çoxdan sübut eləyib. Mən dirənmişəm ki, Neftçi hansı oyunda 2 top vuracaq. Sumqayıtla oyunda vurdu.
Bu turda da fikirləşirəm ki, ağır müdafiə də olunsa Zirə, Neftçi Gol vuracaq məncə bu turda. 1-2 hesabı ilə qalib gələcək. Mən də Neftçidən qələbə gözləyirəm. Zirənin belə Samir yavaş-yavaş Abbasov aşağı bizi doğru utandırma. gedəcək. Xahiş edirəm Samir Abbasov. Bilmirəm, Qarabağ Kəpəz turun ən çətin oyunlarından Kəpəz biridir. 8 vuracaq. Qarabağ zarafat böyük etdim. ehtimalla ehtiyat qüvvəni buraxacaq Və 3-0 falan Böyük oynayacaq. hesab Qələbə. qeydə alınmayacaq. Çünki Kəpəz kimi bir köklü klubu da böyük hesabla Yox, çempionata həvəsini vururlar öldürməyə normal məncə deyil. çox da olmaz. 3 Qarabağa görə baş məşqçilər gedib Kəpəzin 7-1 elə 2023-24 mövsümündə. Çox da güc verməyin. Məncə 3-4 olar da. Və keçirik Sumqayıt Turan Tovuz oyununa. Çox maraqlı bir oyun olacaq. 0-0 1-1 maksimum. Sənə Məncə Bərabərə. bərabərə olar, amma yəqin ki Sumqayıt qələbə qazanmaq üçün daha çox vuruşacaq. Yəni bərabərə və yaxud da Sumqayıtın 2-1 xeyrinə. Sumqayıt hücumçu problemi mütləq şəkildə qış transfer pəncərəsində həll eləməlidir. 1-1. Keçən turun Dəqiq oyununda da hesab Romaningon olaraq 1-1 açıq-aşkar. qalib müəyyənləşməyəcək. Məncə də heç şeydir. Heç olacaq. Karvan Sabah oyunu maraqlı bir oyun Karvan olacaq. qalib gələcək. Sabah. Ee, Sabah olacaq. Mənim fikrimcə heç qeydə alınacaq Yaxşı, burada. Sabah qalib gələcək. Rahat Məncə qalib Karvan gələcək. qalib gələcək. Və maraqlı oyunlardan biri iki baş məşqçinin Döyüşü. təzinin sevdiyim Biri baş müdafiədən məşqçilər. oynayan, biri də hücumdan. Qəbələ Şamaxı. Qəbələ növbəti qələbəsini qazanacaq Məncə mən də. elə düşünürəm. Mənim Yəni düzdür, fikrimcə çətin olacaq, amma bol burada da qollu. Bol qola. bəli 2-1 mi, 3-2 mi Qəbələ qalib gələcək. Bol qollu oyun olacaq. Rossiyadan qol gözləyirəm, Balvadan qol gözləyirəm. 1-1-2-2. Yenə də heç-heçə. Məhsuldar heç-heçələrlə heç dolu olmaz. olacağını gözləyirəm. Və biz Azərbaycan Premyer Liqasının 6-cı turunun icmalı nəsr olunmuş buraxılışımızı sona çatdırdıq. Çox rəylərdə yazılar ki, verilişin vaxtını uzun eləyin. Ümid edirəm ki, bu gün verilişin vaxtı uzun oldu. Bundan sonra izləndikcə daha da uzun edəcək verilişlərin vaxtını. Kanala abunə olun, videomuzu bəyənin. Dəstəyinizi bizə dəstək nəsb olun. edin. Siz nə qədər daha çox dəstək olsaz, daha çox layihələrlə sizlərin önünə çıxacaq. Təşəkkür edirəm sənəm Rafael, gəldiniz, Təşəkkür iştirak Sağ olun. etdiniz. Sağ olun, növbəti verilişlərdə görüşənədək.